Hər bir salamlayıram kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli bugün nə edirik? Bugün Azərbaycan TikTok videoları izləyirik. Və çox qəşəng bir video olacağına inanıram. Yəni bəyənsəz, bir də kanalımıza abunə olsanız çox sevinərəm. Çünki neçə gün idi ki kanalımda video yox idi. Buna görə kanalım biraz çöküb. Yenidən əvvəlki kimi aktivliyi qaldırmaq üçün like atmağınız şərtdir. Yəni like atın, şərh yazın ki videolarımız daha çox insanın qarşısına çıxsın və daha yaxşı izlənsin. Mən də həvəslənəm. Hər gün daha uzun videolar çəkməyə çalışım. Yəni də TikTok videoları izləyirik. İnşallah yaxşı olar. Xoş izləmələr. TikTok videolarında yəni bundan artıq nə olacaq TikTokda? Buna bax bir dənə. Mahnını da dəyişib deyəsən. O harasa gedəndə qayıtsa deyəsən elə yanında olur. Necə buna reklam zad gəlmir, mənə o maraqlı gəlir. Yəni reklam verənlər necə bunu dəvət eləmirlər. İçimizdə var bacara bilən salto vurmağı. Qaqa sürotun salto vur da. Bu qaqaş deyəsən yaxşı salto vurur. Oy, az qalmış, dəymişdi lampaya. Salto vuram qaqa. Vur geçsin. Oy qaqa, sən neynədin qaqa? Necə idim ala? O zor idi valla. Ayda oğlu sabahın xeyir, gözün aydın, dişlərimi qurtardım, xeyirli olsun. Bir ildırım çaxanda çıxar devə qoy ki, dəmir da ağzın ildırım vurmasın. Bir də Belə dəmir olmur, elə bil ki bunu divara vururlar, yaxşı şkaflovka deyirlərdi, yəni üzlük. Elə bir ondan düzəldilər. Plastilin deyə ümumiyyətlə bu. Belə diş olar, belə dəmir dişə oxşamır axı bu. Allah belə diş olar, Allah bunu hazırlayan nə ağılla hazırlayıb. Video yenə bulanıq düşür. Belə yeyim. Vso, bomba kimi. İdmançı qaqaş. Yaxşı əzələsi var amma. Yığıb da idman eləyib, neçə ildir idman olmaz. Əsəbləşdi ya. Kürək də bomba kimi. Işık yandı söndü, bilet. Halaldır yəni. İşıq yandı, söndüsə halaldır. İşıq pulaya qənaət. Qaynaqlı yetişir öldürmək üçün. Yəni Daha cavanlığını yaşayır. Belə video çəkəndə nə olur ki, güya mənə çatmır. Vallahi bilmirəm. Çox baxış izlənmə sayılmaq üçün belə eləyirlər, yoxsa yəni qabağa getmək üçün belə eləyirlər, nə bilim. Bircə ayın 15-i gəlsəydi, gedib o toyda yabı kimi yeyərdim. Gün gedmir bərəkət etdi. Bu gün ayın 13-ü, sabah hələ 14-dür, birisi gün 15-i. Allah mübarək eləsin, sünnət toyuna gedirəm ayın 15-i. Dostumuz toy eləyir, 10 evladın toyuna. İnşallah. Bizdə şeyləsəydi, ayın 15-i gəlsəydi, gedərdim o. Deyirsən, gedirsən, ged sünnət toyuna. Sonra bunu gəlib burada yəni TikTokda yaymağın nə mənası var, mənə çatmır. Toyda yabı kimi yeyərdim. Bərəkət et. Allah hamiyə toy qismət eləsin, hamının balasına toy qismət eləsin. Dostlar, bu videonu bəyənin, paylaşın, zəhmət olmasın. Bunun dərdi bəyənmədi ya. Ay qaqa, bu nədir? Ay Şəkər vuraz bu belə. işlerim var senin. Ay kız sen O mühteşem. təsəvvürlə yeyirsən, şurup qalır boğazında, ölürsən. Günah deyə məncə. Benim aşkım bir dene, bir dene, bir dene. Ben aşkımın Öz aramızda dair effekt sənə yaraşıb yəni. Bu arada Azərbaycanlı olduğunu bilmirdim, indi bildim. Numara 1. El numero Ayda bir dənə qaqaş çəkdi. Bunlar da çəkib, yəni Lokko ilə getmək istəyirlər də. Bir nəfər nə yazıb, Vso indi hamı Lokkolayacaq. Vso da yəni qaqaş getdi qabağa. O Lokko qaqaş var idi. Dişi qaralan. Yəni də ortadan dişləri çürük idi. Bu mahnı bir də ki o qaqaş ikisi də birlikdə getdilər qabağa yəni. Reklam falan gəlir indi, reklam eləyir. Hamı da çəkir ki, o qaqaş kimi olmaq istəyirlər gör. Buna nə oldu? Bu niyə sürünür?
Bu çəməndən tutan oğlan deyir, mən gürdənmişəm. Deyirəm, indi geçən mən unutmuşdum. İndi 3 dənə baxım, gürdənsin suyu. Görüm onu. Şey gəç, gürdənmişsən. Oy da o neynədir bu? Ay belə reklam olar, ola adamın mədəsi dağları. Oy da bu nə olub? Bu niyə özündən gəlir? Mahnını da elə qoyub ki, ağlamağım gəlir, yəsi. Bu arada bunu tanıyıram, TikTokda yayın falan açır. Çox zəhmətkeş adamdır. Yəni açığı heç nə də mən nə reaksiya verim buna. Yaxşı oğlan idi, belə deyim. Oydu. Saxladı maşını. Niyə belə oldu ki? Oğlum məzələnmədi ola. Pardaq elədi. Esselamu aleyküm ve rahmetullah ve berekatü kulli müslüm. Sen de benim gibi aslan olmak istiyorsan, sen de benim gibi böyle turbo at gibi uçmak istiyorsan. Valla bu qardaşın dərdi nədir görəsən? Valla bəyəniyə görə eləyirlər, belə göyəndə dindar falandır. Qəsdən bilir ki, cəmaata belə şeylər gülməli gəlir. Alıb çəkir ki, like falan gəlsin, partlatsın da, yəni video daha da irəlləsin. Çəkəcəm. Bakın, bir an bakın siz Allah. Red Bull tərkibində spirt yox idi. Nə danışır bu? Kurtuma gör ne olacak? Qardaş, belə reklam olmaz 100% bu reklamdır ya, 100%. Məşhurlar heç belə reklam eləmir. Süni intellekt artıq Azərbaycan dilində tələffüzü daha düzgün səsləndirir. Elə bir ki, əsl həyatdadır da, necə deyim? Realdır elə bir. Sizi saxlayırsınız. Mən əziyyətimlə qazanıram. Niyə əlavə pul verir? Yeter artık, mənim də səbrim var. Çıx hamınız. Sakit. O həqiqətən tələffüz bomba kimidir. Hərf falan deyə bilmirdi, indi deyir. Birinci elə bildim əsildir. Altdakı yazını oxuyana qədər. Ser el número 1. El número... Ay da bu da başladı. Hamı lokko deyə gedəcəkdi yəni. İnşallah yəni uğurlar sizə, inşallah sizə də reklam gələr, yəni reklam verənlər sizə də təklif eləyər ki, bunu reklam eləyin falan. Siz də yəni lokko o qaş kimi gedərsiniz qabağa, adını da bilmirəm. Amma video falan paylaşır, videoları 1 milyon baxışı keçir. Yəni reklam videoları da, yəni neysə reklam eləyin. Bir videomuzun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər bu video xoşunuza gəldisə, videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Hər gün video çəkməyə çalışıram. İnşallah yəni hər şey yaxşı olacaq. Davamlı olaraq yəni davamlılığımızı saxlayacağıq, belə deyim. YouTube'a ara verməyəcəm daha. Sadəcə siz mənə dəstək olun, like atın, abunə olun. 4000 abunə olaq, bomba videolar gələcək. Daha qəşəng videolar çəkməyə çalışacağam. Düzdür, biraz montajı az eləyirəm videolarda. Bacardığım qədər eləyirəm, amma az olur, bilmirəm nəyə görə. Yəni çalışıram video maraqlı olsun da. Sağ olun, sevilirsiniz. Gələn videolarda görüşmək ümidi ilə.